Baxın, vəhabiçilikdə nə din var, nə kişilik var, nə də ki qeyrət. Bunlar bir vəhşi və şərəfsiz cərəyandırlar ki, müsəlman ümmətinə ləkədirlər. Bu vəhabi məlğunlar adların qoyublar tövhid əhli, müsəlman. Amma bunlarda tövhiddən və müsəlmançılıqdan əsər əlamət yoxdur. Hansı dində körpə uşaq başı kəsmək var? Hansı dində günahsız qadınları əsir götürüb, onların başına oyun açıb, təcavüz etmək var? Hansı dində insanları kütləvi şəkildə terror eləyib öldürmək var? Hansı dində bu cür zalimlik və qəddarlıq var? Bunlar hamısı fəqət vəhabiçilikdədir. Əgər vəhabilərin qeyrəti olsaydı, əgər bunlar həqiqətən də tövhid əhli olsaydı, həqiqətən də tövhidi başa düşsəydilər, bugün Suriyada minlərlə günahsız müsəlmanları, şiələri qətlə yetirməzdilər. Bunlar nə Allah tanıyırlar, nə Peyğəmbərdən həya edirlər, nə Peyğəmbərin sünnəsinə əməl edirlər, nə əhl-i beytə hörmət qoyurlar, nə də ki müsəlmanlara. Bunlar müsəlman yox, müsəlman ümmətinə qarşı açıq-aşkar düşmənçilik edən murdar bir qövümdülər, tayfadılar. Əgər vəhabidə qeyrət olsaydı, əgər bunlarda şərəf olsaydı, əgər bunlar həqiqi tövhid əhli olsaydı, əllərinə silah alıb müsəlmanların qatı düşməni olan Siyonist İsrail rejiminə qarşı vuruşardılar. O Siyonist rejimi ki, yüz minlərlə müsəlmanı qətlə yetirir. Əksinə görürük ki, bu şərəfsiz vəhabilər bugün Suriyada əllərinə silah alıb, gedib Siyonist İsrail rejiminə qarşı vuruşmaydansa, günahsız yerə Suriyada müsəlmanları qətlə yetirirlər, Ələviləri qətlə yetirirlər, Şiələri qətlə yetirirlər və əhl-i sünnəni qətlə yetirirlər. Bu məlğun vəhabi tayfası böyük şeytan Amerika və Siyonist İsrail rejimindən qeyri-rəsmi əmələ gələn vələd-zina bir tayfadılar. Bunlar Amerikanın və Siyonist İsrail rejiminin müsəlmanlara qarşı hürən itləridirlər.